Salam əziz şagirdlər və videonu izləyən valideynlər, hər birinizi xoş gördüm kanalımda. Bu gün yenə 4-cü sinif riyaziyyat dərsi ikinci səsdəki tapşırıqları sizinlə həll etməyə davam edirik. Artıq səhifə 43-deyik. Bugünkü dərsliyimiz ümumiləşdirici tapşırıqlarla bağlıdır. Yəni bu mövzularda keçmişsə onunla bağlı tapşırıqlar veriləcək. Birinci tapşırığımızda deyir ki, pul qabındakı məbləğləri adi və onluq kəsirlər şəklində maraqlı ifadə edin. Məbləğləri azdan çoxa sıralayın. Gəlin baxaq uşaqlar. Deməli, ilk öncə 5-dən 1 dəqiqə Aha. 5-dən 1 7 6 manat və 2,50 qəpik eləyir 1 manat. Yəni 7 manat 25 qəpik. Adi kəsir şəklində yazanda 7,25. Onluq kəsirlər yazanda da bu formada yazırıq. İkincisində 3 dənə 50 qəpiklik verilir. 1 manat 50 qəpik, 3 də 60 qəpik, 20 qəpiklik verilir, 60 qəpik. Deməli 1,50 ilə 1,60-ı da toplayanda eləyir 210. 210 yəni ki tam. Onda 1. Və yazaq 2 tam 1. Bu isə 10 manat 2 dənə üstü verir burada. Bunların hamısı birlikdə edir 61. Deməli 10 manat %61 10 tam daha doğrusu. Onluq kəsirlərdə yazanda belə yazır. Azdan çoxa doğru sıralayın demişdi. Ben ilk önce bunu ədədi yazacağıq. Sonra 7,125'i sonra da 10,161'i. İkinci tapşırığımızda deyir ki, hər məbləği 3 müxtəlif üsulla manat və qəpiklərlə düzəldin. Bu məbləğləri ən az sayda pulla necə düzəltmək olar? Gəlin baxaq uşaqlar. Aha uşaqlar, deməli baxın, məsələn, orada verilmişdi 75 qəpik göstərə bilərik ki, 50 qəpik üstə, yəni 20 qəpik üstə gəl 5 qəpiklik. Sonra göstərə bilərik 1,50 qəpiklik, 2,10 qəpiklik, 1,5 qəpiklik. Sonra göstərə bilərik ki, deməli 3,20 qəpiklik, 1,10 qəpiklik, 1,5 qəpiklik. Ən az sayda pulla isə ən az hansıdır? 50 qəpiklik, 10 qəpiklik, 50 qəpiklik, 20 qəpiklik, 5 qəpiklik. Digərlərində yazaq. Dostlar, mən yazdım ki, vaxt çox getməsin. İkisindən bərabər göstərək. Sonra 1,5, məsələn 1 manat 5 qəpikdir. Göstərə bilərik ki, 1 manat üstə gəl 5 qəpik, yəni %5 yazacağıq. Sonra göstərə bilərik ki, 2,50 qəpiklik 51 manat, 1,5 qəpiklik göstərə bilərik. Sonra göstərə bilərik ki, 1,50 qəpiklik, 2,20 qəpiklik, 1,10 qəpiklik, 1,5 qəpiklik. Ən az sayda pulla isə eləyik. İlkdir, gördüyünüz kimi ilkidən nişanlamışam. Sonra 3 tam 3 manat 10 qəpikdir. Bərabərdir. 3 dənə 1 manat da göstərə bilərik. 1, 1, 1. Bir də 10 qəpikliyi də göstərə bilərik. 3 manat 10 qəpik. Sonra göstərə bilərik 3 dənə 1 manatlıq. Mesela burada 1 qəpik dedim, 1 manat uşağım. Sonra 2 dənə də 5 qəpiklik toplayarıq. Sonra 2 1 manatlıq, 2,50 qəpiklik, 1,10 qəpiklik göstərir. Çünki 2,50 göstərir. Bunların ikisini toplayanda 1 manat eləmiş olur. 3 onluq. Deməli, ən az sayda pulla yenə birincisidir. Sonra 1,5'lik 1 manat 5 qəpik. Deməli, necə göstərə bilər inşallah. 1 manat göstərir. 20, 20, 10.
20 neçə eləyir uşaqlar? 40 üstə gəldi 50. Bu uşaqlar yəni 50 qəpikdir 5 yazıblar belə. Bu uşaqlar bərabərdir 50 qəpiyə. Yəni bu yanılsa çıxarmayın. Bu belə yazılır. Sonra ben gösterebilirik bu formada. 1 manat üstüne 50 qəpiklik. Sonra gösterebilirik ki 1 manat 20 qəpiklik, 20 qəpiklik, 10 qəpiklik. Sonra gösterebilirik 3 tane 50 qəpiklikdən. Aha uşaqlar. Sonra baxaq ardına. Tamam edirik. Deməli biz arada qalmışdıq bu ədəddə. 5 manat 57 qəpik. Deməli, bir 5 manatlıq götürərik, bir 50 qəpiklik götürərik, bir 5 qəpiklik götürərik, 2 dənə də 1 qəpiklik götürərik, 5 manat 57 qəpik eləmiş olur. Sonra 1 manat 3 dənə, 5 dənə şöyle 1 manatlıq göstərərik, bir 50 qəpiklik, bir 5 qəpiklik, bir 1 qəpiklik, bir dənə də 1 qəpiklik göstərməklə cevabı almış oluruq. Sonra baxaq uşaqlar. Sonra göstərə bilərik ki, bir 5 manatlıq, bir 20 qəpiklik, bir 20 qəpiklik, bir 10 qəpiklik, bir 5 qəpiklik, bir 1 qəpiklik, yəni bir qəpiklik eləmişik. Cevabını tapmış oluruq. En az sayda elə birinci sınıfda. Sonra 5 qəpik deyəsən. 5 qəpik. Bərabərdə elə 5 qəpik kimi göstərir. Bir dənə 5 qəpiklikdən. Sonra 5 dənə 1 qəpiklik toplayarıq. Sonra da bir dənə 3 qəpiklik, 2 dənə də 1 qəpiklik toplamaqla 5 qəpik eləmiş olur və ilk olaraq ilk sayda pul daha azdır. Bu da sonuncu sonuncu pulumuz 10 manat 11 qəpikdir. Deməli, bir 10 qəpiklik göstərərik, bir 10 qəpiklik, bir 10 manatlıq göstərərik, bir 10 qəpiklik, bir də 1 qəpiklik göstərərik. Sonra bir 10 qəpiklik göstərərik. Nədirəm qəpik? 10 manatlıq göstərərik. Bir 5 qəpiklik, bir 5 qəpiklik, bir də 11 qəpiklik göstərərik. Sonra 5 manatlıq göstərərik, eləyər 10 manat, bir 10 qəpiklik göstərərik, bir də 1 qəpikliyi göstərmiş olaraq cevabını tapmış oluruq. Yəni bu sayda pulu əldə etmiş oluruq. Keçirik 3-cü tapşırığa. Şəkildəki malların qiymətlərini onluq kəsirlərlə ifadə edin. Onların qiymətlərinin cəmini və fərqini tapın. Deməli uşaqlar. İlk önce özümüz üçün yer qoyaq. Burada yer var. Deməli, gəlin. Burada yazaq əvvəlcə bunu. Sonra bu adı deməli 6 manat 30 qəpikdir. Çıxılsın 3 manat. Deyir ki, onluq kəsirlərlə ifadə edin. Onlar qiymətlərin cəminin fərqini tapın. Aha, uşaq qaramı tam qəşəng elədim ki, yaz. Onluq kəsir şəklində göstərərik. 6-30 üstə gəlsin. 3 0 4 9 çıxarıq. Aha. 6-30'dan çıxarıq 3 10 qalar 20 burada da qalar 3 20 qalar deməli uşaqlar. Sonra bu da B yazaq. Deməli 20 10 25 40 göstərərik. Deməli 50 bu da 45.
Böyle göstererek. Çıxmalar göstererek. Yine yer koyaq. Aha aşağılar. Gəlin indi. Bunu da çıxmaməli yerine yetirək. 20 oldu. Uşaqlar. Biz 20 10 çıxa bilmərik. 25 çıxarıq çünki 20'den 25 çıkmak mümkün değil. 5 40 çıkılsın 20 10 kalar 30 burada da kalar 5 5 30 sonra C variantına bakaq 12 20'dir yeniden buraya boşluk koyaq bir dakika. Aha uşaqlar. C 12 20 üstə gəlinsin 13 50 50 toplayaq 50'yer 70 bu da 25 ne çıxaq tabii ki de 12 20'den 13 50 qəpiyə çıxmaq mümkün değil buna görə də böyükdən kiçiyə doğru çıxarıq 13 50'den çıxarıq 12 20'ni çıxanda da qalır 30 bir dakika 31 31'den bir manat 30 qəpiyə eləyir bu formada tapmış oluruq deyir ki onu kəsirlərlə yazın və hesablayın uşaqlar artıq burada yazdım videomu bağlatdırıb həlli yolu görə bilərsiniz keçirik misal 5'ə deyir cədvəli tamamlayın malın adı karandaşdır miqdarı 1 ədəddir bir vahidin qiyməti 20 qəpikdirsə məbləğ neçədir manatdır 20 1'ə bölərək 20 olduğunu taparıq çünki bir dənə alıb 20 qəpik yazacaqsınız buraya sonra burada blokdur bir vahidin qiyməti 400'ə cəmi 25'dirsə 25'i 4'ə bölərək taparıq ki 5 ədəd bloknot alıb pomidor cəmi 10 manat veribsə onu 5'ə bölərək 2 manat olduğunu taparıq. Sonra 75'dir 25'dir. Deməli 75'i 25'ə bölərək 3 ədəd olduğunu taparıq. Siz tabii ki uşaqlar misallara yazacaqsınız ancaq mən deyirəm. Tam 3'dür. 3 metre alıp 3 qəpiyi də veribsə deməli cəmi 9 manat verib. 9 qəpiyi verib. 80 qəpiyi 4'ə bölürük 20 eləyir. 20 qəpi deməli verib cəmi. Yox uşaqlar. Səhv yazdım. 4 kilogram mı 80 de var burada. 4'ü 80'e vururuq. 320. 320. Bu da belə olur. 2'de 20'de 2'ye bölürük. Uşaqlar bu hələ keçməmişik biz. Bu da əsl vurma və bölmə kimidir. Sadəcə burada vergülü silirik və tapmış oluruq. Bu da eləyir 1 10. 5'i də yazsaq keçirik 6'ya verilən miqdara əsasən bütün ballar üçün ödəniləcək ümumi məbləği hesablayın. Deməli 2 ədəd alıbsa biz nə edirik? 1 3 çünki bir ədədi bu qədərdir. Vururuq 2'ye. 2 vur 3 6 2 vur 0 0 vergülümüzü qoyuruq 2 vur 1 2 eləyir. Sonra baxırıq uşaqlar deməli tapırıq cavabı bunu. Sonra baxırıq deməli 1 kiloqramı 3 manatsa 3'ü 5'ə vuraraq tapırıq ki 15 manat ödəyir. 15 manat.
Sonra 1 litri 1.20 ise 3 litre almalıdır. 1.20'ni de vur 3'e 0, 3 vur 0, 0, 3 vur 2, 6 vergülümüzü koyuruq çünkü. Gül koyurup 3 vur 1'de 3 deməli 3 manat 60 qəpik də bu qədər ödəməlidir. İkinci səhifə 44-də 7-ci məsələmizdə deyir ki, Səminə mağazada 2 qələm və 3 dəftər aldı. Üstündə cəmi 1 manat olduğundan çatışmayan pulu o Laylədən istədi. Laylə Səminəyə nə qədər pul verməlidir? Baxın uşaqlar, 20 qəpikdir. Bayaqlarda sizə deyim ki, bu bir 50 qəpikdir. Deməli 2 qələm və 3 dəftər alır. 2 vur qələmləri sayda. İşte gəlirsin 3'dən dəftər alıb. Bu da vurulsun 50 qəpiyə. İstəsəz kənarda da qeyd edə bilərsiniz ki 5 bərabər də 50 qəpiyə. Yəni siz yaza bilərsiniz. Deməli toplasaq ikisini de bu eləyir 0,40 qəpik. Bu da eləyir 1 manat 50 qəpik. Deməli ikisi de toplasaq eləyir 1 manat 90 qəpik. 90 qəpik. Bir dakika, sərqas yazdım. 90, aha. Sonra deyir ki 1 manat olduğunda çatışmayan pulu ailəsindən istədi. 1.90'dır. 1 manat var üstündə. Çıxırıq 1 manatı qalır deməli 90 qəpik. Cavab Laylə Səminəyə 90 qəpik pul verməlidir. 8-ci məsələdə deyir ki, Sabir və Anar 1 manat ödəyib 2 eyni dondurma aldılar. Satçı onlara 0,2 manat qaytardı. Bir dondurma qiyməti neçə qəpikdir? Baxaq uşaqlar. Mən 1 manatı çıxarıq. Bunu 2 qəpik. Bu yana bir 0 əlavə eləyər ki, rahat çıxaq. Qalır 8. Bu da uşaqlar qəpiyə çeviririk, eləyir 80 qəpik. 2 nəfərdilər, 2 nəfərə də bölürük və cavabın 40 qəpik olduğunu tapırıq. Cavabın dondurma qiyməti 40 qəpikdir. 9-cu məsələdə deyir ki, pul qabındakı 4 qəpik puldan 3'ü eynidir. Pul qabında cəmi 1 manat 7 qəpik pul varsa, pul qəpiklər hansılardır? 1,7 bu. Deməli uşaqlar, necə yazacağıq bunu? 1,7 manat bərabərdir 170 qəpiyə. Yəni 0,7 yazsaydı bu 70 qəpiyə bərabər idi. Yenə bərabərdir qoyuruq. 3'ü eynidirsə biz 50 üstə gəl 50 üstə gəl 50 yaza bilərik. Eləyər 150. Bu üzərində də bir dənə 20 qəpiklik gələr 170 deməli alırlar. Və yazacaqsınız ki, cavab 3,50 qəpik 1,20 qəpikdir. Bu pullar 3,50 qəpik 1,20 qəpik. Çünki deyir ki, 3'ü də eynidir. 170. Yəni 1 də 7'yə bərabərdir. Anası Layləni marketdən ərzaq almağı göndərdi. Geri dönəndə yolda çek. Laylənin əlindən suya düşdü. Suya düşdüyü üçün bəzən ədədlər görünmədi. Həmin ədədləri bərpa edin. Gəlin baxaq. Bunu biz yazmışıq. Xeyr. Özləri yer qoyular. Hesablayaq, indi yazaq. Deməli, baxaq, yumurtada 10 ədədən bu verilir. Undu verilməyib bizə neçə qiyməti neçədir? Deməli, tapmaq üçün 6'nı bölərik 2'yə 3 olduğunu taparıq. Buraya 3 deməli. Buraya 3. Süd litrlədir. Deməli, bunun da qiymət verilməyib. Yenidən 2'ni bölərik 1'ə. 2 olduğunu taparıq. Deməli, buraya da 2 olacaq. Biz yağın qiymətində nə miqdarı verilib, nə cəmi olduğunu verilib. Sadəcə qiymət verilib. Biz bunu necə tapacağıq? Yekun məbləğ nədir? 18 manatdır. Düzdürmü? Biz də 18 bu formada yazırıq. 18 manatdan çıxırıq. Bunların cəmini toplayacaq. 2, 6, 2. 10 manat eləyəcək. 2 dolu. 2 manat. Üstə gəl 6 manat. Üstə gəl 2 manat. Bərabərdir 10 manat eləyir. Qalır 8 manat.
Deməli burada 8 olduğunu tapmış oluruq. 2 0 var. 8'i də 4'ə bölərək 2 olduğunu tapırıq. Deməli buraya da 2'dir. O bir de deyir pul qabındakı məbləğ şəkildəki hansı 2 balı almağa çatar. Bütün balları almaq üçün nə qədər pul çatmır. Deməli uşaqlar baxaq. 2 manat var. 3 manat 20 qəpikdir. Hamısı birlikdə. Deməli 3 manat 20 qəpikdir. Biz bunu necə həll eləyəcəyik uşaqlar? Deməli gəlin yazılı şəkil. Baxın uşaqlar, deməli dəftər üstə karandaş bərabərdir onların pullarının cəminə. Deməli 3.35 eləyir. 3.20'dən böyük olduğuna görə bunu ala bilməz. Dəftərlə transporter toplayanda, yəni 1.20, bir de 1.50'ni toplayanda 2.70 eləyir. Deməli bunu ala bilər. Karandaş və transporterdir. 2.15'dən 1.50'ni toplayanda 3.65 eləyir. Deməli bunu da ala bilməz təbii ki də. Çünki böyükdür məbləğdir. Pul qabındakı məbləğ hər 3 ədədlə müqayisə edirik sonra. 3.20 3.35'dir, 3.20 3.65'dir. Deməli bunlar ikisi də böyükdür, amma 3.20 böyükdür 2.70'dən. Deməli pul qabında pul, dəftər və transporter almağa çatır. Sonra isə deyirdi ki, başqa hansı malı almağa çatmır, üçündə birlikdə. Deməli uşaqlar toplayırıq üçündə 1.20, 2.15, 1.50'də. Sonra ondan da çıxır 3.20'ni. Bərabərdir qalır 4.85. 4.85 qəpik. Ondan da çıxır 320'ni. Yəni bunların üçünü cəmin toplayanda. Bunları toplayanda 4.85'ni 3.20'də çıxanda 1.65 qalır. Deməli cavab 1.65'dir. Qəpik 1.65 qəpik daha əlavə vermə pulu çatmır. Uşaqlar, deməli 12-ci məsələdə deyir ki, Elxanın atası qiyməti 18.000 manat olan maşını aldı. O pulun yarısını ödədi. Qalan yarısını ödəmək üçün isə bankdan 1 illik kredit götürdü. Şərtə görə 1 il ərzində bankdan götürdüyü məbləğdən əlavə onun %20 hissəsini qaytarmaq lazımdır. Elxanın atası banka il ərzində cəmi nə qədər pul ödəməlidir. Deməli uşaqlar nə edəcək burada? Bir dəqiqə. Deməli 18.000'in yarısını tapmalıyıq. Yarısı da 2 deməkdir. 18.000 bölünsün 2 eləyir 9.000. 9.000. Sonra da %20 hissəsini tapmaq üçün 9.000'i bölürük 2'ye 100'e vururuq 20'ye eləyir 1800. 1800. Sonra nə deyirdi bizə? Deyir, Elxanın atası banka il ərzində cəmi nə qədər pul ödəməlidir? 9.000'in üzərinə də gəlirik 1800'ü bərabər də qalır 10.800. Bir dəqiqə 800 bu formada yazmış oluruq. Deməli cavabı tapırıq. 13-cü məsələdə deyir ki, bank 1 illik kredit məbləğdən əlavə onun %18 hissəsini geri qaytarmaq şərti ilə verir. İş adamının bir ayda gəliri 15.000 manat, xərci isə 10.000 manatdır. Onun aylıq qazancı dəyişməzsə bankdan götürüldüyü 50.000 manat krediti bir il ərzində qaytara bilərmi? Məsələn, həllini belə yazacaqsın. Baxın, iş adamının aylıq qazancı hesablanır. 15.000'dən 10.000'i çıxırıq, uşaqlar tapırıq 5.000. Bir il ərzində qazanc hesablanır. Bir il 12 ay deməkdir. Deməli, bir il 12 aydır, onu da 5.000'e vururuq qazancına. Edir 60.000. İş adamının banka ödəməli olduğu ümumi məbləği hesablamaq üçün əlavə ödəniş tapılır və kredit məbləği ilə toplanılır. 50.000'də uşaqlar %18 edir. 100'e bölüb 18'e vururuq 9.000 olur. 50.000'də də 9.000 toplayır, 59.000. İllik qazanc kredit məbləği ilə müqayisə olur. 60.000 böyük demək 59.000'dən. Cavab iş adamı bankdan götürdüyü krediti bir il ərzində qaytara bilər.
Bəli, bu da bizim son tapşırığımız oldu. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun. Yeni dərs videolarda görüşərik. Hələlik.